ARB televiziyası özündə ölkənin müstəqil regional telekanallarını birləşdirir. ARB Media Qrupun tərəfdaşlıq layihəsinə Cənub ARB televiziyası da daxildir. Bu televiziyanın yayımı vasitəsilə insanlar Cənub bölgəsində ən son xəbərlər və maraqlı verilişlərlə tanış olurlar. Sabah, dekabrın 31-i geniş tamaşaçı kütləsi olan Cənub ARB televiziya kanalının 9 yaşı tamam olur. Əməkdaşımız Əfsun Ələskərli ötən 9 il ərzində televiziyanın keçdiyi tarixi yola nəzər salıb. Cənub ARB televiziyası yayıma 2007-ci il dekabrın 31-də başlayıb. Hər gün səhər saat 08:00-dan gecə saat 02:00-a qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxan Cənub ARB yayıma başladığı ilk illərdə Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lirik, Yardımlı və Biləsuvara yayımlanırdısa, sonralar öz əhatə dairəsini daha da genişləndirərək ümumilikdə 22 rayona yayımlanmağa başladı. ARB Media Qrupun tabeliyində fəaliyyət göstərən Cənub ARB televiziyası illərdir müştərək layihələr hazırlayaraq bölgənin mədəni həyatında əvəzsiz xidmətlər göstərir. İnformasiya, maarifləndirmə, əyləncə. Televiziyanın yerinə yetirdiyi bu üç funksiya içərisində informasiya birinci yerdə durduğu kimi xəbər departamenti də televiziyanın sütunudur və xəbərlərsiz televiziya efirini təsəvvür etmək mümkün deyil. Biz də ilk olaraq yaxınlaşacağıq televiziyamızın xəbər və analitik proqramlar departamentinin direktoru İsmail Cəfərlidən yeni il və televiziyamızın ad günü üçün təbriklərini alaq. Artıq 9-cu ildir ki, biz ilin sonunu üç bayram kimi qeyd edirik. Bunlar 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü, köhnə ilin dəyişilməsi və yeni təqviminin başlanması və bir də 2007-ci il dekabr ayının 31-də fəaliyyətə başlayan Cənub ARB televiziyası. Bugün bizim 9 yaşımız tamam olur. Bildiyiniz kimi 2016-cı ildə regional televiziyalar rebrending edərək Azərbaycan Respublikası yayımçıları kimi fəaliyyətə başladı televiziya mövsümündən və biz də bölgənin ictimai, iqtisadi, mədəni həyatında bildiyiniz kimi mühüm rol oynayan Cənub ARB televiziyası hər zaman bölgə ilə bağlı ən aktual xəbərlərin işıqlandırılmasında, ARB-nin efirində nezidələr təqdim olunmasında yaxından iştirak edir. Hazırda biz efir otağındayıq və ARB Cənubun efirində televiziyamızın ən uzun ömürlü verilişlərindən olan Bir Cənub səhəri verilişi canlı olaraq yayımlanır və efirdə aparıcılarımız Tünzalə və Tural bugün də tamaşaçılara xoş əhval bəxş etmək üçün maraqlı bir veriliş hazırlayıblar və veriliş öz axarında davam edir. Canlı efirə sujet getdiyindən biz də fürsətdən istifadə edib aparıcılarla yaxından söhbət apara bildik. Biz çalışırıq çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gələk. Bir Cənub səhərinin də əsas missiyası ondan ibarətdir ki, tamaşaçılarımıza xoş əhval-ruhiyyə, əyləncə və intellekt dolu dəqiqələr bəxş edək. Maraqlı rubrikalar, sujetlər və məlumatlarla həmişə onların qarşısına çıxırıq və yenə də çıxacaq inşallah 2017-ci ildə də məhz elə ARB Cənubu izləsinlər. Əhatə dairəsi üzrə əhalinin sayı 2 milyonu ötən Cənub ARB televiziyası müxtəlif analitik informasiya proqramları, musiqili əyləncəli verilişlər, müəllif telelayihələri, ictimai-siyasi verilişlər hazırlamaqla daha da inkişaf etməyi qarşısına məqsəd qoyub. Televiziyamız bundan sonra da Cənub bölgəsinin sosial-iqtisadi və mədəni mərkəzi sayılan Lənkəranda fəaliyyət göstərməklə bölgə tamaşaçılarının informasiya olan tələbatının tam ödənilməsində əvəzsiz rol oynayacaq. Əfsun Ələskərli, Şahin Mirzəyev, Lənkəran.